Salam, hər vaxtınız xeyir olsun əziz futbol həvəskarları. O9 liqası Vətən və Sabah komandaları üz-üzə gəlir. Hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Çox maraqlı başa-baş mübarizə dolu bir oyun olacağını düşünürəm. Kamal Koroğlu komanda yoldaşı ilə oynadı. Hücum cəhəti Sabah komandasından Mikail fərqləndi. Hesabatı çox erkən gələn bir gol. Sabah komandası artıq öndədir. Sabah 1, Vətən 0. Kamal. Bir zərbə. Keçmədi bir əks hücum şansı Tunar Bədəlli. Yusuf üçün buraxdı topu. Tunar Bədəlli. Son müdaxilə Emirdən gəlmişdi. Amma qayda pozuntusu da var idi. Xatırladımsa Sabah komandasının minimal hesablı üstünlüyü var Vətən qarşısında. Emir uzaqlaşdırmaq cəhdləri. Mərkəzə doğru. Mikail araya ötürməsi komanda yoldaşına. Bir zərbə çəkdi. Bu da 2 ardarda gəlir qollar. Məhəmməd fərqləndi. Fərqi 2-yə yüksəltdi. 2-0. Hələ ki Vətən komandası rəqibin cəhdlərini dəf edə bilmir. 2. Hücum cəhdi və ikisi də qol ilə nəticələnib. İlk öncə Mikail, daha sonra isə Məhəmməd fərqlənib Sabah komandasında. Daha bir cəhd keçmir. Uzaqlaşdırmaq cəhdləri. Məhəmməd top ayağına. Çox azsa. Yan xətdən Vətən yığması top hərəkətliyi qazandıracaq. Əzər Əzizzadə. Yusuf. Qapı qarşısına ötürmə. Tunar Bədəlli. Hesab arasındakı fərqi minimuma indirdi. Yaxətdə top oyuna daxil edilmişdi. Tunar Bədəllinin qarşısında qaldı. Bir zərbə ilə topu qapıya çevirməyə bacardı. Sabah 2, Vətən 1. Qollar çox qollu. Maçı izləyəcəyimizin müjdəsidir. Meydanda artıq nə az nə çox 3 qol var. Məhəmməd sağ cinah boyunca irələdi. Qayda pozulmuşdu. Hakimin fikri bu yöndəydi. Bir standart vəziyyət, bir duran top şansı Sabah adına. Sultan topun arxasında qapı qarşısını ötürməyə gələcək. Hətta birbaşa zərbə idi. Son müdaxilə Mustafa'dan, köşdən zərbə. Qısa bir ötürmə ilə başladılar. Məhəmməd artıq bir qədər sol cinah çəkilib. Ötürmə hissəyə keçmir. Vətən komandası əks hücum. Mustafa qapıdan zərbə ilə top hərəkətliyi qazandırdı. Tunar Bədəlli. Tunar topu meydanda saxladı, amma rəqib üçün saxlamış oldu. Məhəmməd. Məhəmməd irəlilədi. Son müdaxilə. Əjdər Əzizlidən sona qədər mübarizə apardı. Keçid vermir. Oyunun başında qeyd etmişdir. Yüksək tempdə maraqlı başa-baş bir oyun izləyəcək. Həqiqətən də gedişatı sözümü təsdiqləyir. Çox əzimkar, mübarizə dolu bir oyuna şahidik.
Sabah komandasının 2-1'lik üstünlüyü var. Vətən yığması qarşısında hesaba. Mikail açmışdı, daha sonra Məhəmməd fərqi 2-yə yüksəltdi və Tunar Bədəlli də fərqi minimuma indirməyə bacarmışdı. Sultan. Yosif uzaqlaşdırdı. Tunar Bədəlli. Tom müdafiədən çıxarmağa bacardılar. Hətta bir əksizin şansı Sabah adına. Kaptan Seyid irəliləmişdi. Məhəmməd. Bir zərbə keçmədi. Adəm Atayevin getirməsi bir qədər uğursuz alınmışdı. Tabii zərbəcəkdi. Uzaq nöqtələrdən, uzaq məsafələrdən zərbələr izlədik Sabah yığmasına ötən dəqiqələr ərzində. Köşdən zərbə. Seyid. Top meydanda davam etmək lazımdır. Seyid. Tunaraya girmək isə yox. Top meydanda saxlaya bilmir. Nicat. Mustafa ələ keçirmiş topu. Mustafa. Bir qədər səliqəsiz alanda ötürməsi. Ünvanlı bir ötürmə idi. Yusufi düşünmüşdü amma istədiyi kimi düşündüyü kimi alınmır. Seyid. En sağına çəkdi topu. Ötürmə. Keçmədi Tunar. Yusufun ön istiqamətində. Tunar. Məhəmməd. Sultan. Əjdər dəf etməyə bacarmışdı. Topu yaxında hərəkətli qazandırdı Əjdər. Aliç komanda yoldaşının ön istiqamətində Tunardan öncə. Atı satmağa bacardı. Bilal çıxışda düzgün oynamışdı. Adəm Atayev yan xətdən top hərəkətli qazandırma hazırlaşır. Bir ötürmə bir qədər qısa qaldı Əjdər. Yenidən Adəm. Mərkəzə doğru rəqibdə qalır top Sultan. Tunardan bir müdaxilə var idi. Sultan bir adama yıxılmadı. Emir. Ötürmə qapı qarşısına keçmir. Adəm Atayev. Mustafa. Soyqanlı oynadı qapçı. Əjdər yerdə qaldı. Sabah yığmasında bu arada bir dəyişiklik başladı. Məhəmmədin əvəzinə Əli meydana daxil oldu.
Hakimi sərbəst atış ilə top yenidən hərəkətli qazanılır. Kamal Koroğlu, təzyiq var. Emir pressing edirdi rəqibinə. Səyid aldıcı hərəkətlər, keçid vermədilər ona, top Sabah komandasında qaldı. Əli Səyid. Ötürmə qapı qarşısına keçmədi. Şahin əvəzinə uğur meydana daxil oldu Sabah yığmasında. Ötən dəqiqələr ərzində Məhəmməd və Mikail fərqlənmişdi hakim. Özüşlər komandanın baş məşqçisi. Onları ehtiyatlar zonasına yolladı. Onların əvəzinə iki oyuncu meydana daxil oldu. Hansı ki bir qədər öncə bəhs etdim. Uğur və Əli meydana daxil olmuşdu. Vətən komandasında bir dəyişiklik yoxdur. Uzaq məsafədən bir zərbə. Az fərqlə. Qapının üzərində meydan tərk edir. Mustafa. Tonara doğru. Top meydanda saxlama mümkün olur. Bu arada bir dəyişiklik başlıyor Vətən komandasında. Camal artıq meydana daxil ol. Malikin əvəzinə. Yusif top ələ keçirdi. Yusif! Hesabı bərabərləşdirdi. Özü qazandı topu, özü zərbə indirdi və maça bərabərlik gətirdi. Kartlar yenidən paylanır meydanda. Sabah komandası 2, Vətən komandası 2. Masa bərabərlik var. Düşünəm ki, oyun bundan sonra daha da maraqlı olacaq. Uğur. Camalda təzyiq var idi. Səyid. Top meydana davam etmək lazımdır. Tunar Bədəlli. Əli. Kamal Koroğlu. Yusif. Əli. Sabah komandası sağ ziratan gəlir. Əjdər Əzizli uzaqlaşdırır. Nicad uğur düşüncəsi. Adəm Kamal Koroğlu'ya doğru ötürmə bir qədər zəif alınmışdı. Bir zərbə Mustafa yerindədir. Emir zərbə indirdi. Mustafa dəf etməyə bacardı bu zərbəni. Bir əksizm şansı. Yusifdən öncə Nicad. Tunar Bədəlli. Camal ötürməsi isə bir qədər ünvansız alındı. Ötürmə yanlış alındı Camal. Zərbə şansı tapmır amma. Çox səliqəsiz bir toxunuş. Bilal Tunar. Adəm. Tunar. Yusif. Yax. Nicad Səyid. Son müdaxilə. Eləməz Səyiddən gəlir Adəmin zərbəsinə topu rəqibə Tuşşəli meydanı tərk etmişdi. Masa bir daha xatırladım ki, ikili bərabərlik var çox. Başa-baş mübarizə dolu bir oyunun şahidik. 9 liqasında belə bir mübarizə, belə bir maraqlı
oyunun şahidik. Düşünəm ki, qeyd etmək olar ki, bu gənclərlə də çox parlaqda. İndidən belə oyun göstərirlər. Çox ağıl dolu mübarizə aparırlar. Bir zərbə. Emir tamamladı. Bir yanlış ötürmədə, bir top itkisində Sabah komandası səhv etmir. Rəqibin qapısından 3-cü topu keçirdi. Üç 2. Sabah komandası 3. Vətən yığması 2. Camal. Sultan. Camal. Tunar Bədəlli. Tunar. Köşkdən zərbə. Topçu olaraq Sabah komandasına meydan tərk etmişdi. Qısa bir ötürmə ilə başladılar qapı qarşısına. Paralel bir ötürmə amma uğursuz alınmışdı. Sultan. Uğura doğru ötürmə keçmir. Camal. Özünə çıxmasını saldı sanki. Bir əkizum şansı, bir ara ötürməsi keçmə Əjdər Əzizli. Həmzədən pressing var idi. Həmzə aldalcı hərəkətlər. Köşkdən zərbə. Tunar Bədəlli. Yusif. İzad uzaq məsafədən qapını düşündü. Həmzə hərəkətlənmişdi, amma çata bilmədi. Sultan. Əjdər. Mərkəzə doğru Kamal. Kamal'la ötürməsi Camal. Adəm. Həmzədən təzyiq var. Qarşılıqlı mübarizəyə görə Vətən komandası müdafiədən çıxara biləcəkmi topu? Tunar Bədəlli. Vətən dəqiqələrcində onu qeyd edə bilərəm ki, hücumlarının kəsərləri artıq olandırımız. Sabah komandasıdır. Hesabda da onların üstünlüyü var. 3-2 hesabı ilə öndədirlər Vətən komandası qarşısında. Son müdaxilə Kamal'dan. Adəm. Uzaqlaşdıra bilmədi. İcad. Sultan. Bir adama yıxılmadı Sultan. Son müdaxilə Əjdərdən. Tunar.
Tunar da artıq bir qədər müdafiəyə çəkilib komandasına dəstək olur. Uzaq məsafədən bir zərbə. Biz haram-haram Nicatdan belə bir zərbələr izləyirik. Mərkəzə yaxın nöqtədən zərbələr endirir. Birbaşa qapını düşünür. Adəmin toxunuşu bir qədər uğursuz alanda. Top meydanda davam etmək lazımdır. Yoxsa yox. Hakim göstərişi iki yan xəttdən topun oyuna daxil edilməsi yönündədir. Sultan. Dəqiqələrdə müdafiədən çıxmağa bir qədər çətinlik çəkir Vətən komandası. Əjdər, Yusifə doğru. Köşkdən zərbə. Vətən adına İkisi də son çəklər, son epizodlar. Fasiləyə görə Sabah komandası öndə yollanacaq, yoxsa Vətən komandası ən azı bərabərliklə Tunarı Bədəlli. Dirəyin yandan. Meydan tərk edir və bu cəhdlərdə, bu epizodla da hakim ilk hissəni bitirdi. İlk hissədə çox maraqlı bir başa-baş mübarizə dolu bir ilk hissə izlədik. Sabah komandasının 3-2'lik üstünlüyü var. Vətən qarşısında heç yer ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik. Artıq hər şey hazırdır. Bir qədər sonra ikinci hissə start götürəcək bəli. Hakim göstərişi gəldi. İkinci başladı. Nəzər satdırım ki, müasir Sabah komandasının 3-2'lik üstünlüyü var Vətən yığması qarşısında. İlk hissədə çox əzimkar mübarizə dolu, başa-baş, yüksək tempdə bir ilk hissə izlədik. Ümid edirəm ki, ikinci hissədə bundan da maraqlı olacaq. Hesab Mikail açmışdı, səhv etmirəmsə. Daha sonra Məhəmməd fərqləndi. Sabah komandasında 2-0'lık üstünlüğü varkən Tunar Bədəlli fərqi minimuma indirdi. Daha sonra Yusif hesabı bərabərləşdirdi və son olaraq da Emir fərqlənmişdi. Görə ikinci hissədə qollar, zərbələr kimdən gələcək? Sonra ilk hissədən fərqli olaraq dəyişiklik görürəm. Vətən komandasında Paşa meydana daxil olub. Həmçinin Vətən komandasının ilk hissədə fərqli olaraq daha bir oyuncu var. Əmrəl də meydandadır. Hücumlarda, cinahlarda biz Əmrəl və Paşanı görəcək. Dəyişiklikdən sonra mərkəzlisi Tunar Bədəllini. Sultan yaxada top hərəkətli qazandıracaq Vətən komandasında. Qapı qarşısına ötürməsi Əydin bir toxunuşu var idi. Məhəmməd zərbə mövqeyi axtarardı. Zərbəsi. Zərbə çəkdi, alınmadı Tunar Bədəlli. Sultan müdafiədə inamlıdır. Amma topu meydanda saxlaya bilmir yan xəttdən. Vətən komandası top hərəkətliyi qazandıracaq. Əjdər Əzizli. Əmrəl. Tunar. Sultan, Tunar'a koydu Paşa. Adəm Atayev. Düşünürəm ki, onun bu zərbəsi ötürmə xarakteri daşıyırdı, amma bir qədər səliqəsiz alanda. Nizad aldacı hərəkətlər, top müdafiədən çıxarma hissəyi. Tunar Bədəlli. Zərbə şansı tanımadılar. Emir.
Əjdər Tunar. Sultan. Tunar Bedelli. Açıq keçid vermir. Ramin İnamlı da sona qədər mübarizə apardı. Ardada cəhdlər izlədik Vətən komandasından, amma Ramin sona qədər mübarizə apardı. Birə-bir mübarizədə uduzmadı. Bir əkizun şansı Məhəmməd Qapı qarşısına ötürmə. Məhəmmədin İnamlı mübarizəsi. Qapı qarşısına ötürmədə. Səhv etmirəmsə Emir ya da Mikael toxunmuşdu topa isə. Arasındakı fərq bir qədər də artır. 4-2. Fərq yenidən 2-yə yüksəldi. Vətən komandası 2, Sabah komandası 4. Seyid. Emir. Kemal. Emre'yle doğru Nizat. Əjdər Əzizli. Tunarda təzik var da bir zərbə Paşadan. Amma yaxşı uzandı. Dəf etməyə bacardı Seyid. Aldancı hərəkətlər. Adəm. Paşa. Turar hərəkətlənib İbrahim. Emir. Kemal Coraqla. Nizat üçün buraxdı topu. Qapıdan zərbə olacaq. Sultan tələsmirən geriyə. Ramin Nizat. Təzik var ona qarşı. Kemal Koroğlu, Tunar Bedelli. Əmrəl. Aldancı hərəkətlər, qapı qarşısına ötürmə. Keçmədi. Yusif Emir. Son müdaxilə Yusifdən qapısını sığortaladı. Burada Tunar Bədəlliyin əvəzinə Emir meydana daxil oldu. Daha bir dəyişiklik var. Abdullah da meydana daxil olub.
Nicat. Sultan. Emil'den təzyiq var idi. Yusuf. Seyid. Başa toxuna bilmədi. Abdullah. Çevirmək istədi. Komand yoldaşına doğru ama. Sultan ötürməni oxumuşdu. Emir, Paşa. Seyid. Emre. Paşa. Yusuf. Qapçı rəqibə hədiyyə etdi topu. Bir zərbə Emirdən. Dirəyən top meydan tərk edir. Qapıdan zərbə. Dabir top ilkisi. Dabir cəld Seyid. Hesab arasındakı fərqi bir qədər də artırır. Resin göz bəhrəsini verdi. Uzaqlaşdıra bilmədilər. Qapçı hədiyyə etdi topu rəqibə. Fərq bir qədər də artır. Beş 2. Sabah komandası 5, Vətən komandası 2. Dabir, top itkisi Seyidin zərbəsi. Seyid sona qədər mübarizə apardı. Saniyələr içində daha bir gol gəlir Sabah komandasından. Fərq bir qədər də artır. Sultan. Yusuf. Emil hərəkətlənmişdi Əmrəl. Lallız hərəkətlər. Əmrəl. Əmrələ qarşı qayda pozulmuşdu. Hakim epizoda yaxın idi. Bu epizodu qayda pozuntusu kimi dəyərləndirir. Sol cinahdan bir standart vəziyyət yerinə yetirəcək Vətən komandası. Yusuf'un zərbəsi. Əmrəl. Emil Əmrəl. Əjdər. Sabahda daha bir cəhət qapısını tərik edib. Ötürmə. Malik keçid vermədi. Gövdəsi ilə zərbənin qarşısını kəssi. Özünü sipər etdi bu zərbə qarşısında. İncat. Emil. Sultan müdafiədə, İnamlı da.
Vətən komandası yan xətdən topu ilə daxil etməyə hazırlaşır. Bir də qeyd edim ki, Sabah komandasının 6-2'lik üstünlüyü var. Vətən qarşısında iki hissədə daha yaxşı mübarizə aparırdı Vətən komandası. İkinci hissədə üstünlüyünü tam qurdu rəqib qarşısında. Sabah komandası bu da hesabda özünü göstərir. Uzaq məsafədən bir zərbə. Əjdər Əzizli zərbə indirmişdi. Gözlətmədən topu qapıya çevirdi. İki gözəl hərəkət izlədik. Əjdərin zərbəsində bir o qədər də gözəl bir toxunuş golkiperdən gəldi. Əjdər. Əmrəl. Son müdaxilə Əjdərdə. Tunar. Manevlardılar ona Əjdər. Tunar bədəlli Ramin. İşte keçid. İşte yaxşı oynadı, keçid vermədi. Gücdən zərbə Sabah adına. Malikdən təzyiq var idi, qapıcı uzaqlaşdırdı. Ayaz Əjdər! Tunar. Malik sağ cinah boyunca irələdi qapıcı. Təqviyən istiqamətdə qarşıladı. Gücdən zərbə olacaq. Dəqiqələr hücumlarının kəsələrini bir qədər artırıb. Vətən komandası fərqi azaltmaq adına Kamal. Tunar. Yosif. Bir qədər türməsi uğursuz alanda. Yəni bağlı idi geriyə. Top çatdırmaq istədi amma qapıcı çatdıra bilmədi. Ayaz. Əjdər Əzizli. Həmzədə hərəkətlənib. Malik. Əmrəl. Tunarı düşündü, keçmədi. Ayaz. Onun əlinə tuş gəlir. Seyid. Aşağıdatı bir rəqimdə son müdaxilə Yusif'dən. O meydanda davam etmək lazımdır.
Şaletskeri getmədi. Topu yan xəttdən çıxardı. Tunar. Ayaz. Kamal. Bunların önündə qaldı. Tunar Bədəlli. Çox. Dəqiq bir zərbə gözlətmədən zərbə indirdi. Fərq bir qədər azalır. Bu gol düşünürəm ki, Vətən komandasına həvəsləndirə bilər. Tabii küncdən zərbə ilə icraatdan yenidən başlıyor. Ayaz. Bu sefer zərbə alınmadı. Kamal. Caval. Eşlər Əzizli. Səyid Tunardan təzyiq var. Xətdən hakim bildirir ki, topa Vətən komandası hərəkətli qazandırmalıdır, bir cəhd var idi. Tunardan başla bir toxunuş cəhdi amma keçmədi. Səyid, top meydanda davam etmək lazımdır, aldadıcı hərəkətlər alınmadı. Yusif. Topu rəqibinə vurub meydandan çıxarmışdı. Tələsdi Yusif. Oğur. Özür istəyəm Səyid idi topla. Mikail bir zərbə. Kamaldan. İstədiyi kimi alınmadı. Bu zərbələ də bu cəhdlə də hakim bu maçı bitirdi. Sabah komandası qələbə qazandı. Düşünürəm ki, çox maraqlı, başa-baş yüksək tempdə bir qarşılaşma izlədik. Hücumlarda kəsələr artıq olan tərəf Sabah komandası. İlk favorit tərəməz onlar göstərilirdi oyundan öncə. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.